Çox da bölgələrə səhv edirik. Amma mən tək deyil. Hər kəsin sevimlisi, bizim çox istəkli, dedikodu, biraz şıltaq, biraz dəcəl, biraz da səsküylü olan Səmənin nənə bir yerdə. Balakəndəyik dostlar. Ay nənə. Ay nənəm qurban, mən nə qarıram ki, heç deməmirəm ha. Sən nesin elimsən? Ay. Əziz tamaşaçılar, elə belə bir anda hər birinizi salamlayırıq. Allah təala bütün hamınızın canınızı sağ eləsin. Biz nənəsi qurbanla bir yerdə gəlib çıxmışıq ta Balakənə kimi. Bəli. Gözəl bir şimal bölgəsindəyik. Deyirlər ki, elə buranın o vaxtdan adı Bal Bəli. Kənd. Bal kəndi olubdu. Deyirlər yaman yaxşı bal da var ha burada da. İnsanları bal kimi şirin, səmimi, qonaqpərvərdirlər, igidlərdir. Və bizim o balaca biri o bal kimi şirin bir oğlan vardı. Deyirsən, bəli. Mənim illərin dostu. Ucu bucağı yoxdur, o insan haqqında danışacaq. Gələcək nənə qurban. Artıq gəlir yoldadır, bizi o qarşılayacaq. Bəli, oradan gələn Məhəmməli, Balakənli, gözəl sintez ifadəsi, gözəl ansambl bədii rəhbəri. Gəlin ay Məhəmməli, gəl. Geyinmisən, yenə hazırsan, ne desən? Nə var, nə yox? Bu bizim Səmənin nənə, ay maşallah. Gözəl nənə. Bizim bal məkanımıza xoş gəlmisiniz. Hər şey yaxşıdırmı? Şükür Allaha. Sizi gördük, daha da yaxşı olduq. Sağ olasınız. Allah canınızı sağ olasın. Ansambl yerindədirmi? İndi inşallah görəcək ansamblı. İnşallah. Ay maşallah, daha da nənə oynayacaqdı. Bəli dostlar, artıq bizi dəvət edən insan da gəldi. Məkanımız bəlli. Bəli. Səbəbkar bəlli. Komandamız yerində. Bəli. Bu o deməkdir ki, bu həftə MTV-nin Azərbaycanda nə var nə yox deyib, hara gəldik? Balakənə. Bizi izləyin.
Dostlar, təşəkkürlər hər birinizə. Doğrudan da əhsən sizə ki, çox gözəl bir ifa çıxış. Balkana gəlmişik. Təbii ki, Balkan buraxılışımız çox maraqlı olacaq MTV Azərbaycan efirində. Çünki elə dostları var ki, bu dostların çıxışları, ifaları hər kəsin ürəyincə olacaq. Amma gəlmişik, dostları unutmadıq. Sən gəl də bir dostlardan ayrılasan, təbii ki. Bu ansamblın yaradıcısı sənsən də Məhəmməli. Məhəmməli illərdir mənimlə bir çox kanallarda mən verişlər aparanda Məhəmməli mən unutmuram. Çünki Məhəmməli dostluğa sadiq bir insandır və vaxtilə tək ifa edirdi və insanlara gözəl nəğmələrini təqdim edir. İndi isə öz qrupu ilə instrumental ansambl Şəms. Təbii ki, ansamblın çox peşəkardır maşallah. Hər birisi bir-birinə gözəl peşəkardır. Amma bugün bizim ansambla daha bir üzv olan bizim dəyərli dostumuz Ceyhun qardaş. Ceyhun, adın təbii ki, hər kəsin dilində əzbərdir. Sənətkar olaraq. Yəni, onun yolu biz istədik ki, sən bugün bizim efirimizdə olasan. Minnətdaram sənə gəlişin üçün və təbii ki, Murad qardaşımın sayəsində olub. Balakənin gözəl müğənnisi Murad Göylərov. Amma bugün yaşıl geyinim nədənsə, rəngləri bilməm, rəngarəng istəyir o, onun həyatı da rəngarəngdir. Amma bugün bir çox nəğmələ qonaqlarım var. Bakıdan, Şəkidən, əsas ki biz Balakəndəyik. Balakən havası, Balakən nəğmələri, Balakən ifaları və rəqslər olacaq. Bir sözlə Balakən maceramız çox maraqlı olacaq. Çünki bizi elə dəvət edib qarşılayan kim oldu? Məhəmməli oldu. Məhəmməli, mən sənin ailənə çox gözəl bir qarşılanma oldu. Minnətdaram komandamız adından. Elə bir qarşılanma, elə bir qonaqlıq, elə bir qulluq. Təbii ki, bu gün hələ bizim davamlı olacaq. Biz elə yeni başladıq. Ansambl təqdim edək. Bilən bu qardaş hər zaman deyir ki, mən yox, məndən ifa isə, baş isə, danışma. Amma Ceyhun, salamlar var ki, məsələn, salamlar göndərmək. Qoy birinci Ceyhunun başı, sonra ansambl təqdim elə. Ceyhun, xoş gəlmişsən, xoş görüşdük gözəl ata-ana yurdunda, Balakəndə. Sağ ol qardaş, xoş gəlmişsiniz. Həmişə belə gözəl... Biz gələk, görüşək. Sağ ol. Hər şey yaxşıdır mı? Hər şey yaxşıdır. Sənət, toy, davam edir də. İnşallah. Valla, yəni boy, xum, maşallah, mədəniyyət, görkəm hər şey yerindədir. Bu qardaşı təqdim edək sintezdə. Faris Balakənli. Bəli. İllərdir ki, səninlə birdə çin-çinə çalışır. Sənin çox dəyərli sadiq dostum, Rövşən. Qardaş, biz sənin yerindən gördük. Çox sağ ol. Yox, o özüdən qırılmadı, bilməli ki, burada kimdir. Kimdir görək nağara ifadəsi? Bəli. Bu o deməkdir ki, Asim. Asim, xoş gördük səninlə bu gözəl bir ansamblda, bir şəkildə. Və inşallah görüşərik tez-tez və yenidən başa gələrsiniz. Və bizim dəyərli dostumuz NATO'dur da, DJ. Deyir, Zakatala Balakənin gözəl DJ. Deyir, varsa yoxsa mənəm. Elə deyir valla. Elə NATO? Bəli. Xoş gəlibsiniz hər birinizə. Həmişə siz gələsiniz. Hər kəsə uğurlar arzu edirəm. Bəli. Rahil, sən elə bilmə ki, mən eşitmədim. Bu balacalıqla deyil, Brilliant da balacadır, onun çəkisindən, dəyərindən, qiymətindən danış. Düzdürmü? Bəli. Qızıl kimi oğlanlar da bugün yanımda. Siz də qızılsınız, dəyərlisiniz mənim üçün. Ona görə vaxtımız qızıldır, dəyərlidir. Bir-birimizi sevməliyik. Əziz izləyicilərimiz, bəli, kesin alaq əsas səhnəyə qonaqlarıma, çünki qonaqlarım məni gözləyir. Bir daha bizə gec qoşulan izləyicilərin hər vaxtınız, gününüz xeyirli olsun deyirəm və arzu edirəm ki, bu gözəl 11 ayın sultanı Ramazan ayınız mübarək olsun. Tutduğunuz oruçlar, dilədiyimiz dualar, ibadətlər qəbul olsun. Ölkəmizə hər zaman sülh, əmin-amanlıq olsun, xoşbəxtlik, mehribançılıq olsun. Cibimiz dolu, süfrəmiz bərəkətli, bolluq olsun və Ramazan ayımız mübarək olsun. Deyirəm, bir dənə sual vermək istəyirəm dana, mən dayanmıram. Nənə qurban, nağarım, elə maraqlıdır mənə, bu incə sənə də qədər maraqlı. Məhəmməd Əlinin bu birinci piyaninanın qabağında oturub ifa elədiyi mahnı hansınızın da yadındadır? Şəkli var, hayf olsun. Hansı mahnı idi, nə idi o elə? İlk dəfə harda musiqi ifa edir? Elə bil ki, mən qarmında, bacım nağarada. Ən maraqlı. Ay maşallah. Onda belə deyim də, indi ata ilə ananın, evladının ən çox sevdiyi hansı mahnını ifa edirdi? Daha doğrusu onun ifa elədiklərindən ən çox sevdiyiniz hansıydı?
Bizdə Balakən yerli havası var. Hamısı İndi- yaxşı. Ay bu kişilərə cəmaata söz vermir, imkan vermir danışmağa. Anasına sual verirəm falan. Bir imkan versənə nə olubdu? Hamısı yaxşı. Zarafatçılam mən, xoşlayıram mənə. Yox, onda O hamısını gözəl ifa eləyir. Amma ancaq bizə bu yerli Balakən özümüzün Balakən, onları birinci də onu öyrənir. Ana Məhəmmədin tək Balakən zakatı deyil, bütün Azərbaycan sevir, Bilirik, tanıyır. əlbəttə ki, Çünki bu gözəl yaxınlar. işini ustadıdır, sevəndir. Bəli, Hər bir insan öz işini sevməlidir. Ürəklə oradan zövq almalı. Musiqi ilə məşğul olan insanların ürəyi saf olur. Bax üzünüzdən bəllidir. Ona görə valla musiqi olan deyil axı indi sənət. İndi sənət adamların həmişə ürəkləri saf olur, təmiz olur. Aynen. deyirəm onda qoy onun özünə sual verim də ana. İndi sən mənə de görüm, birdən toy olanda, bayram olanda, nə bilim, şenlik olanda da ana, hansı mahnını tez ifa edirsən ki, bilirsən ki, buna oynayacaq. Ana oynadığı mahnı hansıdır? Bax bir dənə onu deyim amma. Bilirsiniz, bizim mahnıları tam başqa fərqlidir. Emin Fərqlidir, müəllim bilir, bəli. Emin müəllim verilişlərində çox Kimiyə ifa düşən eləmişəm. olur, Hə. adama xoş Bizdə- əhval ürək yaradır. Biz Balakən, Zaqatala mahnıları belə Dağıstan mahnılarına yaxındır ritmləri. Ona görə bizim o mahnılar sümümüzə tez düşür. Hamısını oynayırlar, eləmi? Bəli. Əsas orada o məhəmməli onu ifa edirsə demək hamı oynayır. Orada heç kəs yerində durmur, rəqs edirlər. Çünki onu ifa edən də yəni bilinməlidir. Çünki o barmaqdan barmağa fərq var. Ümumiyyətcə sizə həm əmi deyim, həm dayı deyim. Çünki Məhəmmədin adası bizim üçün əziz bir insandır. Bu gün təbii ki Məhəmməli tək sizin üçün çalışmır, xalq üçün çalışır. Yəni hər bir insan öz peşəsi ilə xalqa xidməti göstərir. Yəni bu oğlun ilk olaraq elə nədən qabaq mən düşün. Bu musiqi ilə məşğul olanda pianino nədir ilk olaraq? Qadına düşür ki, get başqa bir sənətlə məşğul ol, yoxsa elə bu işin sənlikdir. Ata var da deyir ki, oğlum polis olacaq, nə bilim, həkim olacaq. Siz oğlunuzu ilk olaraq hansı sənətdə gördünüz, hansı peşədə? İlk olaraq mollalıq vardı bizim məktəbdə. Molla o gedib əzən çəkirdi orada. Mollalıq oxuyurdu, həvəsi olaydı. Sonra dedi yox, sonra özü dedi ki yox, mən musiqini xoşlayıram, qarmona. Biz bunu qoyduq musiqi məktəbinə. Balakəndə direktor da Abbas müəllim idi, Allah rəhmət eləsin, o da rəhmətə gedir. Orada oxudu bu, orada əla oxudu o məktəbi. Musiqi məktəbini çox gözəl oxudu. Abbas müəllim bu oxuyub qutaranda mən bir də qonaqlıq verdim bugünkü kimi bunlara. Direktor dedi ki, Abbas müəllim bunun attestasını sizə verməyəcəm dedi. Mən özümdə saxlayacağam, həm məktəbdə müəllim saxlayacağam dedi. Həmin vaxtdan bu orada balaca uşaq idi, müəllim işləyirdi. zaman gəldi. Müəllim işləyirdi. Ondan sonra bu rəhmətli Abbas müəllim dedi ki, bu məktəbi qutarıb diplom mütləq lazımdır. Önəmli, təbii ki, vacibdir. Gedib Bakıya. Bax görsən, Şuşa musiqi məktəbi texnikamını Şuşa qurtardı. musiqi məktəbini Şuşa. qutardı. Qızım da o da ikisi də Ay, eyni maşallah. məktəbdə oxudular. ay maşallah. Ay, mən bir şey başa düşmürəm. Bu nədir belə qaynanalı, qaynatalı oturublar, qızlar da bayaq bizə bu gəlin hardadır? Yəni işlər Yəni işlər. Tərəfdən iştirak etmir, işlədir o. İşdəymiş, işdəymiş. İki balası var. Ay gözəl. maşallah, Biri maşallah. 8-ci sinifdə oxuyur, biri də balacadır. O məktəbə gedib balaca bağçadadır. Mənə de görüm gəlin nə tər qulluq eləyir. Yaxşı. Hə? Hamısı yaxşıdır. Maşallah, maşallah. Belə ana ilə kim yola getməz? Ananın üzündən nuraniyini yağardı, aynen. Ay, bunların hamısını bilirəm. Yüzüm bir söz çıxardırdım da ana. Qalma, qanlan qalmır. İndi gözəl süfrədə bir çay gəlsin, pürəngi çay. Saata bax, Balakən dur saatə süfrəsi. baxdım. Bəli, elə biz söhbət etdik, elə vaxt gəldi saatdı, 5 dəqiqə qalır. 5 dəqiqə qalıb, hə. Hə, ev yoxdur, 5 Nənə dəqiqə. qurban bir dənə stəkan su verərsən biz orucumuzu açarıq nənə qurban. Amin. Sağ Allah ol, təala bütün tutan oruçları, oruçlarını qəbul etsin, dualarımız qəbul olsun. Allah təala xalqımız, dövlətimizi qorusun, sülh əmr-amanlıq olsun, süfrələrimiz bol olsun, cibimiz dolu olsun. sizin də canınızı sağ eləsin. Həmişə gəlib belə Gözəl bir işlər çəkilişlər çəkin. aparmaq, İnşallah. gözəl işlər. Sağ olun. Allah canınızı sağ eləsin. Çayımız gəldi, suyumuz da gəldi. Nənə səmənlə İçdin artıq nənə, içdi qurban bildim, hə. olsun. Hə, Allah- Allah qəbul etsin. Sağ ol, Təbii ki, gözəl insanlar, gözəl ana, gözəl ata, yəni biz arzu edərdik ki, komanda olaraq bu evə hər zaman yaxşı insanlar gəlsin. Doğmalar gəlsin. Sizi bu ailədən əksik etməsin. Allah sizin də oruçlarınızı qəbul etsin, dualarınızı qəbul etsin. İnşallah Məhəmmədin həmişə gözəl bir yığıncağına gələk. Elə Sağ olun, çox sağ olun. artıq uğurları davamlıdır. Çox sağ olun, xoş gəlmisiniz sizdə.
Sizin kanala da təşəkkür edirəm sizlərə də. İnşallah axırı yox, axarlı olar. İnşallah, əlbəttə. Uzun müddət bizim dostumuz davam edir və onu deyim ki, mənim üçün əziz olan Qadir qardaş gəlib Salyandan və təbii ki, o bugün bizimlə bir yerdədir. Onu da biz elə dəvət edək gəlsin və təbii ki, o bizim qardaşın uzun illərdir. Bizim Bakıda, digər kanallarda ansambl bədii rəhbər olaraq orada davam olur. Amma təbii ki, tək gəlməyib. O bir sürpriz olaraq digər ki, gözəl müğənnimiz gəlib. Və onları təbii ki, birazdan gedişatda biləcəksiniz, görəcəksiniz. Əsas o ki, siz kanalı izləmədə qalın MTV Azərbaycanda və nə var nə yoxun Balakən buraxılışı öz axarıyla davam edir. Zirvə hər anın dəyər qazandığı məkan.
Biləsuvar rayonunun seçilən məkanlarından biri Zirvə, ailənizlə rahatlıqla vaxt keçirə biləcəyiniz, zövqlü dadlar, yüksək xidmət və səmimi atmosferin bir araya gəldiyi xüsusi ünvandır. Onunla qeyd ki, Zirvə Ailə İstirahət Mərkəzi həm Şalı Saray kimi, eyni zamanda gecələmək üçün lüks otel və ən əsası da uşaqlar üçün əyləncəli bir məkan. Komfortlu və sakit mühiti olan otel, zəngin menüsü ilə seçilən restoran. Burada toy mərasimləri, xına gecələri, ad günləri və özəl tədbirlər üçün geniş, işıqlı və zövqlə dizayn olunmuş zallar xidmətinizdədir. Hər detal düşünülüb, hər an dəyər qazanır. Çünki Zirvə sizin sevincinizə önəm verir. Ailənizlə rahat istirahət, sevdiklərinizlə unudulmaz şənliklər və xatirələriniz üçün etibarlı ünvan. Zirvə, xoş anların zirvəsi. Aytac restoranı sizə və ailənizə sakit, rahat və zövqlü bir mühit təqdim edir. Burada günün hər anını, xüsusi bayram və görüşləri ailəniz və dostlarınızla birlikdə xoş anlarla keçirə bilərsiniz. Burada milli Azərbaycan mətbəxi və seçilmiş xarici ləzzətlər təqdim olunur. Yeni və keyfiyyətli məhsullardan hazırlanmış kabablar, plovlar, salatlar və dəniz məhsulları hər zövqə uyğundur. Burada 150-200 nəfərlik geniş və müasir böyük zal və 50-70 nəfərlik banket zalında bütün özəl günlərinizi yüksək səviyyədə təşkil edə bilərsiniz. Ünvan: Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, Dəyirman dairəsinin yaxınlığı. Əlaqə: 055 751 40 40. Aytac restoranı, zövqünüzə yaraşan unudulmaz anların məkanı. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Söz var dağ başına qaldırar səni. Söz də var dağlardan yerə indirər. Söz var barışdırar hər bir küsəni. Söz də var sevəndən ayırar səni. Söz var pətəkdəki bal kimi şirin. Çalış şirin olsun hər zaman dilin. Danışmazdan əvvəl düşünsən dərin, xoş sözlər zirvəyə qaldırar səni. Asimanın qəlbindən qəm-kədəri sil, məclisə gedəndə öz yerini bil. Qoy səndən dərs alsın gələcək nəsil. Bu ellər obalar ucaldar səni. Bəli, indi təbii ki, Rahil sən də əyləş. Necədir vəziyyət? Hər şey yaxşıdır Ramil bəy? Bax deyirsən gedək, gedim. Hara getsən? Bu Balakənin gəldi getdi yoxdur. Var eləsin, çox gözəldir. Gözəl məkanda bizə məmnun olduq burada əyləşməyimizə, bu gözəl restoranda. Təbiəti gözəldir, hər şey gözəldir. Çox sağ ol deyirik ki, bu gözəl iftar süfrəsində açanlara təşəkkür bizi bildirir, minnətdarımızı bildiririk. Bəli, elə Məhəmməli. Hələ birazdan sizə gedək, yenə də qonaqlıq. Çox gözəl, görməli qəşəng şeirlərdir, qulaq asırıq. Çox xoşumuza gəlir. Adını eşitdiyimiz o yazarlar indi canlı görürük. Mən çoxdan tanıyırdım indi, siz indi yəqin ki. Təbii ki, biz axı ikinci dəfə də biz görüşdük. Mən də Balakəni görürüm. Nə bişiriksən bizə? Allah verəndə. Gedənsə görərsən. Allah qoysun. Murad, hara gedirsən? Maşallah sənə dayanmır. Prodüser, köməkçi, hamısı səni axtarır. Mən də bir daha bu gözəl məkanı salamlayıram. Arzuların cəm olduğu bir yerdir. Bütün qonaqları, yaxından, uzaqdan gələn hər kəs salamlayıram. Nə deyə bilərəm ki, belə gözəl gündə həmişə can sağlığı arzulayıram hər bir kəsə. Rahil nə deyirdi, Rahil?
Balakən mənim üçün doğma yerdir. Buna el məclislərində çox oluruq. Bütün Balakən cəmaatını salamlayıram. Zaqatala Balakən biz birik. Balakən Zaqatala mahnılarını yazanda həmişə Balakəni düşünüb yazıram. Zaqatalanı düşünüb yazıram. Biz Qax Zaqatala Balakən elə ki bir canda üç ürəkdir. Əlbəttə. Ceyhun danışmır. Ceyhun hər zaman Muradın yanındadır. Aynen. Deyirəm, deyir ki, nə deyə bilərik, nə deyə bilər, müğənnilər nə deyə bilər, bir balaca belə bir zümzümə ilə buranın səs sada Bəli, bəli. Qızışdırın. Dağıstan dağ yeriydi, Gürcistan bağ yeriydi aman. Dağıstan dağ yeriydi, Gürcistan bağ yeriydi aman. Bizim güzel Balakən Əsil toy nişan yeridir. Bizim güzel Balakən aman, əsil toy nişan yeridir. Kızlarım bol yeridir. Can size kurban aman, can size kurban aman. Vay vay can aman, can sana kurban aman, mən sənə heyran aman. Dağları keçdi geldi, suyundan içti geldi aman. Dağları keçdi geldi, suyundan içti geldi aman. Neçə dəvət var idi, emini seçti geldi. Neçə dəvət var idi aman, emini seçti geldi. Can 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 aman, can size kurban aman, can size kurban aman. Geçmiş olsun. Geçmiş olsun. Bak indi yoksa çay düşür. Azizim dağ başında, çıktım ben dağ başında. Ağacının izi var, anamın ağ saçında. Bədahətən gəlir, nədən qurban, bədahətən bu kişi dəryadır, bayaq bir kəlmə söz dedilər, qızlara keçdi kişi. Bayaq qaynananı yıxdı, sürüdü, gəlini başdı daladı, keçdi qızlara, niner tavşı qaynananı gəlini. Kızlar çünkü bizim geleceğimizdir. Ay maşallah. Kızlar kadınlar olmasa hayat olmaz. O başı ağardan elə qadınlardır da, ama neren qurban. Kişilerin başında bin oynasan da kadınlardır, değil mi? Allah kişileri kadınsız eləməsin, qadınlar da kişiler. Bəli. Həmsə qaynana gəlin də həmsə mehriban olur. Bəli, amin. Çay süfrəsində qəşəng əyləşib, gözəl bir çay gələcək. Sonra isə gözəl bu iftar süfrəsində hər kəs gözəl bu bizə hazırlanmış süfrədə əyləşib, biz Allah bərəkət verib, bismillah elif bir naz neməti dadına dadacaq. Və siz də bizi izləməkdə qalın, proqramımız davam edir.
sən nə tapmışam? Nə tapıb yenə bu qızıl tapıb? Karaoke. Gəlin gedək oxuyaq. Karaoke, Elpera. Balakəndə gözəl bir məkandır. Elpera, uşaq və ailəvi əyləncə mərkəzidir. Amma Həm karaoke də var. restorandır, həm də karaokesi var. Amma emin hər rayonda tapmaq olmur ha karaoke. Bəli. Balakən kimi də, amma Balakəndə var da. Zakatala yoxdur amma Balakəndə var. Getdik oxuyuruq. Zakatala var hətta. Yanında ürəyim partlayır. Qaqaş necəsən? Nə var, nə yox? Xidmətlər necədir? Yaxşıdır. Səni bir tanıyaq. Bu məkanın əməkdaşı. Bəli, bəli. Allah yaxşı. Neçə vaxt bu məkan fəaliyyət göstərir? Demək olar ki, bir 6 ildir fəaliyyət göstərir. Ay maşallah 6 il. Xidmətdən razısan? Bəli, bəli. Necə razı olursunuz? Qonaqlar biz sizdən razı mı, siz də razı qalsınız? Bəli, Gözüm sizin xidmətinizdən irəli gəlir, qonaqların sizdən razılığından. Bəli, təbii ki. Uğurlar sizə. Çox sağ olun. Və bizə tanış edəcək bir insanı, bizim dəyərli dostumuzu, qardaşı gördük. Necəsiniz? Nə var, nə yox? Biz Balakənə gəldik amma sizi unutmadıq ha. Çox sağ olun. Nə də gəlib? Elə böyle gəlmir. Sağ olun, hoş geldiniz. Rızınız bol olsun, bayramınız mübarək olsun. Nifruzə xanım dedi ki, mən bir məkan tapmışam Balakəndə. Özü karaoke. Bu xanım sevir də karaokeni. Mən oxumasam mümkün deyil də. Sən Allah oxumaq yaradıb da. Bəs nə? Dostlar necəsiz? Hər şey yaxşıdır? Deyirlər Balakəndə hətta səsiniz Zakatala qax tərəfə gəlir, nəsə xidmətinizdən irəli gəlir. İnsanlar Yaxşı yerlərin səsi sorağı hər hər yerdən yerə gəlir. gəlir. Bu bizi sevindirir də, yəni dostumuzun məkanı belə olmalıdır. Hər şey yaxşıdır. Hər zaman qonaq olasınız, hər zaman sizi gözləyirik. Minnətdarım. Bu gün biz müştəri olaraq gəlmişik ki, İnşallah. qardaşın dost məkanına Siz gələk. bizim qulluğumuzdan inşallah razı Məkanı qalarsınız. seçdik. Bəli. Bizim ürəyimizdən gəldi ki, gələk biz sizin Elpera istirahət mərkəzinə. Həm müğənni, oxuyacağıq, həm yemək yeyərik, çay içərik. Bəli. Niyə məhz bu məkanı seçirlər? Deyə bilərsiniz özəlliyi nədədir? Özəlliyi qulluğumuzda, yeməklərin keyfiyyətində, yəni bunları hər şeyə Qiymətlərin nəzərə alaq. münasib. Qiymətlər Bəli, əlbəttə ki, münasib qiymətlərdir hər kəsə görə. Yəni, ona görə seçimlər birinci bizə olur. Nənə nə deyir? Nənə deyir ki, valla mən bura gəldim. Ola bilsin mən də təkrar sizi qoydum, bir də qayıtdım gəldim. Ha nənə? Bura mı qayıtdım gəldim? Ailə qurban, yaşlar vadan bir stəkan çay versinlər, siz burada nağaracaqsınız, nağarmayacaqsınız, mən bilmirəm, amma bir stəkan nənə deyirlər qəşəng çayları var bunlar. Elə, burada qəşəng çay da var, qulluq da qəşəngdir. Burada menüdə təqdim olunan qonaqlara ləzzət təamlar da dadlıdır, dadından doymaq olmur. Həm Avropanın, həm də Azərbaycan və Balakən milli mətbəximizin ləzzət təamları məsələ burada təqdim olunur. Harda Rafael? Elperada. Elperada. Rafael deyir, mən dostlarıma burada tez gəldim. Amma mənə demirmiş. Niyə demirsən ki, bu Balakəndə belə bir məkan var? Biz burada bir çox məclislərdə olmuşuq. Nişan, ad günü, banket. Hər kəsin seçimi ola bilər bura. Qardaş, bu insan var ki, 10 ildir işləyir, belə xidməti ilə sevilmir, seçilmir. Maşallah, siz nəsə nöqtəni qoymusunuz ha Balakəndə. Təşəkkürlər, var olasınız. Həmişə də qonağımız olasınız inşallah. Deyilən ki, varsınız. Nənə ilə birlikdə. İnşallah, qonaqla birlikdə. De görüm nənə qurban evlisənmi? Yoxsa. Onda sənin toyuna gələr. İnşallah, niyə də olmasın. Amma təbii ki, dost qardaşımız bildi, eşidəşməz ki, Emin burada qonaqdılar. Dedilər qonaqlarını da götür, nənəni də götür, gəl bizim məkana. Sən mənim nənəni dinlə deyim. Amil necədir ay nənə? Bizdən incimir ki. Amil heç, maşallah maşallah nə olub ki, bir Firuzənin bir sözünü çox sevirəm. Keçən dəfə də demişdi, onu nənən qurban. Sənin verilişinin maraqlı anları nədən ibarətdir ki, bu studiyalarda gedirlər ha qızım, gedirlər, oxuyurlar, oynadılar, orada performansı göstərdilər də çıxdılar, getdilər evlərinə. Amma sənin verilişinə gələn qonaqlar ki var, gəlirlər, gəzməli, görməli yerləri görürlər, gözəl dincəlirlər, həm əylənirlər, həm ziyarət, həm ticarət. Düzdür, valla ticarətli bir şey yoxdur. Güya gələndə nağarsınız ki, pul mu qazanıb gedirsiniz? Amma ən əsası sizin pulumuz elə bizim ekran qarşısında əyləşən tamaşaçılarımızdır. Onlardan o pozitivi ötürürük ki, onlar da bizi sevsinlərdən ha. Xəbərim var, Emin deyir, məni də yaman çox istəyirlər. Sən də görün, bizim verilişə gələndən sonra o çıxıb gedirsən, bu televizorda oturub bir özünə baxanda nə deyirsən, deyirsənmə bu qoca arvad da ki, məni yığdı boğaza. Yox, əslində sizin verilişə gələndə mən yaxşı əhval-ruhiyyə ilə gəlirəm və bu verilişdən də ayrılanda gözəl əhval-ruhiyyə ilə ayrılıram. Və yenidən özümə bu verilişə baxanda, özümü görəndə, sizləri görəndə, həqiqətən də öz-özümə sual verirəm ki, elə yaxşı ki də gəlmişəm. Amma nənən qurban gedəndə yemək az qalma. Baş üstə.
saçlara değdi gözüm, ak saçlara değdi gözüm. Baktı oğlum, baktı kızım. Bir suarla dindi sazı. Bu ne karıdır, bu ne bora. Doğrudan mı kocalıra? Doğrudan mı kocalıra? Doğrudan mı kocalıra? Doğrudan mı kocalıra? Öten günler dönmür geri. Ben tez açtım zirveleri. İndi budur pilleleri. Beni niye aramara? Doğrudan mı kocalıra? Doğrudan mı kocalıra? Doğrudan mı kocalıra? Doğrudan mı kocalıra? Ben sizi görmeye, sizinle görüşe geldim. Ben sizi görmeye, sizinle görüşe geldim. Hey! Qabaq çölün Balakənin bir şairi var. Avar xalqının elə bir Ramazan Xutrayev. Hamı tanıyır onu. Neçə illərdir. Onun gözəl bir bəstələri var. Onun bir sözlərinə Şamil qardaşım. Ramazan müəllim şeirlərindən biri kimi. Bir şərqini qapısın, bir qərbini qapısın, tanıdıb adımızı Azərbaycan Dağıstan, keçib hər bir sınaqdan Azərbaycan Dağıstan, avar ilə Azər
tarixləri Azərbaycan Dağıstan keçib hərbi sınaqdan Azərbaycan Dağıstan dağların əzəmətli düzlərin bərəkətli oğlun qızın qamətli Azərbaycan Dağıstan biz vurğunuq yurdumuzun dalğalanan bayrağına Biz vurğunuq yurdumuzun dalğalanan bayrağına Bu canımız qurban olsun hər bir qarış torpağına Köksündə neçə millət yaşar Saxır ləzgi həm də avar İngiloy talış, Uyğur tatar Bir yumruğuq biz qardaşlar Biz yaralı aslanları Hər an gözü qanlıyıq Əyilməzdir qamətimiz Biz Azərbaycanlıyıq Biz yenilməz aslanlarız Hər an gözü qanlıyıq Əyilməzdir qamətimiz Biz Azərbaycanlıyıq Tambur təzə daha. Çünki keçən verilişlərdə bu yox idi. Tambur təzədir. Təzə veriliş, təzə tambur, təzə mahnı. Elə Sağ ol Rahil qardaş. özümüz Gözəl yazıb. də beləcə həyat dəyişdi də, il dəyişdi də, fəsil dəyişdi. Biz özümüz dəyişmirik. Olduğu kimi varıq. Amma sən də oradan işin peşəkarısan. Ramazan müəllimə də sağ ol deyirəm. Xutrayev Ramazan müəllim gözəl şairimizdir. Amma tək burada tambur deyil axı. Burada axı müğənnimiz də var, daha doğrusu müğənnilərimiz də var və ən əsası qızıl barmaq bizim Elmül müəllim. Düzdürmü? Balakəni və Zaqatala zonanın böyük sənətkarısınız. Siz artıq öz barmaqlarınızla, öz ifanızdan, sözünüzlə, ürəyinizlə sözünüzü demişsiniz. Amma bugün mənim üçün çox böyük bir qəbahət olar ki, kişi burada olar canlı əfsanənin bu musiqisini dinləməyəsən. Düzdür? Alışlar gəlsin, gözəl sənətkarın gözəl bir ifası gəlsin qarmonla. Bəli, canlı. Sensiz dözmürük Mecnun olup çöllere düşmüşüm Cismen sağ olsam da ruhen ölmüşem Gözüm qalıb yollarında gözləyirəm gəl Cismen sağ olsam da ruhen ölmüşem
yollarda gözləyirəm gəl. Gəl nazlı mələk gözləyirəm gəl. Daha sənsiz dözmür ürək gözləyirəm gəl. Gəl nazlı mələk gözləyirəm gəl. Daha sənsiz dözmür ürək gözləyirəm gəl. Hər ikimizdə döynən ürəklər, eşqimizə şahid olub əsən küləklər. Bir sən idin, bir mən idim, bir də mələklər. Nələr etdi arzu dilək gözləyirəm gəl. Bir sən idin, bir mən idim, bir də mələklər. Nələr etdi arzu dilək gözləyirəm gəl. Gəl nazlı mələk gözləyirəm gəl. Daha sənsiz dözmür ürək gözləyirəm gəl. Gəl nazlı mələk gözləyirəm gəl. Daha sənsiz dözmür ürək gözləyirəm gəl. Gəl sevgi bağçamın tərmən ölşənsin. Gəl həyatımın şirinlənməsi. Gəl sevgi bağçamın tərmən ölşənsin. Mənə gərək deyil səndən özgəsi. Mənə sən gərək gözləyirəm gəl. Mənə gərək deyil səndən özgəsi. Mənə sən gərək gözləyirəm gəl. Gəl nazlı mələk gözləyirəm gəl. Daha sənsiz dözmür ürək gözləyirəm gəl. Gəl nazlı mələk gözləyirəm gəl. Daha sənsiz dözmür ürək gözləyirəm gəl. Əziz tamaşaçılar, biz bu dəfə də sizə bu gözəl salamı, bu gözəl müjdəni hardan göndərdik? Balakəndən